Pəyada, salam aleykum can. Bax meşənin düz yanında, bu gözəl mənzərədə, payızın qızıl rənglərinin içində dincəlmək istəyirsən, özü münasib, ləzzətli qiymətlə, diqqətlə bax can. Düz meşənin yanındasan bax. Getdin, meşədə qəşəng gezirsən, stresin gedir, rahatlaşırsan, dincəlirsən. O meşənin mənzərəsi, quşların səsi ləzzətli can. Həqiqətən də möhtəşəm bir yerdir. Mini villa deyim sizə. Samavarı, manqalı, belə bir setkası, yağış ləzzət edir burada meşənin böyründə. Geniş həyəti var. Uşaqlar bayıldı bura. Bax, birinci mərtəbədə studiya proyektidir belə, zalla, mətbəx bir yerdə, zövqlə remont olunub. Sonra belə spalni var aşağıda uşaqlar üçün. İkinci mərtəbəyə çıxırıq, belə ləzzətli holu var. Bir yataq otağı, burada fikir verir necə mənzərə var. Bir başa kusara. Ləzzət. İkinci otağı var uşaqlar üçün, üçüncü otağı da var. Və həmən mərtəbədə hamam tualet də var. İki mərtəbəsi hamam tualet, birdə də ikidə də var hamam tualeti. Tam rahatlıq, tam komfortabl, gözəl məskən. Özü balkon demirəm bax, çıxırsan belə, pəyada. Bir dənə səhər tezən nəfəs alırsan belə, immunitetin qalxır, olsun pəhləvan kimi. Ya Ertuğrul, gözəlliyə bax can. Hə, can sıxayacağa baxar. Ailəvi qəşəng və dincəlmək istəyirsənsə yadda qalan meşənin yanında. Bax bir tərəf meşə, o bir tərəfi də düz Qusarın mərkəzidir. Hər şey yaxındır. Evə promokodu ilə də münasib qiymət zaten də endirim olacaq. Dincəlmək istəyirsənsə müraciət elə can bura. Gəl ailəvi dincəl. Ruhun dincəlsin. Get can.